Salam, bugünkü videoda mən sizə My Design Mind səhifəsində interyer kateqoriyası yaradaraq layihə işləmə prosesini izah edəcəm. Yeni layihə yaradırıq, adlandırma edirik. Açıqlama, istədiyiniz bir açıqlama öz layihənizə uyğun adlandıra bilərsiniz. Deməli, burada artıq bu adda layihə olduğu üçün biz layihənin önünə əlavə bir rəqəm yazırıq və layihəni təsdiq edirik. Açılan səhifədə yenə görürsünüz ki, artıq sol tərəfdə alətlər panelidir. Cihazımızdan şəkil yüklüyürük. Gördüyünüz kimi mən artıq burada olduqca köhnə və dağınıq bir otaq seçmişəm. Yekunda siz fərqi görəcəksiniz. Sol tərəfdə otaq təyinatını seçirik. Deyək ki, artıq həyət evi, villadır, qonaq otağı təyinatını seçirik. Stil olaraq biz modern üslubu seçdik və aşağıda kreativlik və orta balansı qorumaq üçün bir 60% biz nəzərdə tuturuq. Burada artıq biz gəlirik tərəfdaş məhsulları. Tərəfdaş məhsulları artıq real satıcıların artıq bazarda olan real məhsullarıdır. Bu məhsullardan siz 10-a yaxın məhsul seçərək bir tərəfdaş kataloqu yarada bilirsiniz. Moodboard deyək buna və onu renderdə istifadə edə bilirsiniz. Bu axtarış bölümündə artıq gördünüz ki, geniş axtarış filtr sistemi var. Məhsulu daha tez tapmanız üçün qruplar üzrə axtarış var və istədiyiniz məhsulu axtarışa verərək təyinatı üzrə tapıb öz kataloqunuza əlavə edə bilirsiniz. İndi biz burada qonaq otağına uyğun bir neçə məhsul seçirik. Bir də sizdən bunu qeyd etmək istəyirəm ki, hər bir yüklədiyiniz şəklin rakursuna, formatına uyğun məhsul sayı seçməlisiniz. Əgər seçdiyiniz şəkildə sadəcə bir divar və önündə bir hissəsi, boşluq olan bir hissəsi azdırsa, ora çoxlu məhsul seçməyiniz real baxdıqda biz ora bu qədər məhsulu yerləşdirə bilmədiyimiz üçün biz ora daha yaxşı olar ki, şəklə uyğun olaraq məhsul sayını seçək ki, daha məntiqli bir nəticə ala bilək. Biz artıq məhsulları seçdik, adlandırma edirik, kataloqumuzu yaradırıq. Artıq yaranmış kataloqu görəcəksiniz ki, sol paneldə gəldi, tərəfdaş məhsulları və tətbiq et düyməsini klik edirik. Artıq və növbəti mərhələdə render düyməsini klik edirik. Render müddəti hardasa 30 saniyə, 40 saniyə, 60 saniyə, 1 dəqiqə ərzində çəkir. Bu hissəsini biraz mən sürətləndirirəm ki, daha tez nəticəni görəsiniz. Artıq bir 40 saniyə ərzində render hazırdır və burada siz artıq qarşılaşdırma düyməsindən klik edərək siz mövcud halını və render son halını görmüş olursunuz. Və gördüyünüz kimi bütün seçdiyiniz məhsullar real olaraq renderdə tətbiq olunub. Bir AI platforması olaraq siz nəticədə bir xəyal məhsulu satmırsınız. Artıq siz real məhsullar üzərindən render əldə etmiş olursunuz. Növbəti mərhələdə biz artıq alınmış bir render üzərindən biz hər hansı bir hissəni redaktə etmək istəyirik, düzəliş etmək istəyirik. Bunun üçün bizim redaktə alətlər panelimiz var, onu açırıq. Tərəfdaş məhsullarından biz götürək, hər hansı bir məhsulun yerini dəyişmək istəyirik ya da əvəz etmək istəyirik. Burada fikir verirsiniz, bir stul yerlə düşüb və biz bu stulu dəyişmək istəyirik, onu əvəzləmək istəyirik. Kreslo ilə və alətimizi brush alətini seçərək biz onu indi seçəcəyik. Əslində alətlər aşağıda görürsünüz ki, fərqli alətlər var. Sizin iş təyinatınıza uyğun siz həmin alətlərdən istifadə edə bilirsiniz.
İndi biz bu həmən dediyim kimi stolu biz seçirik. Ondan öncə biz artıq hansı məhsulu yerləşdirmək istəyiriksə biz dəqiqləşdirmə aparırıq, məhsulun adına baxırıq və bu hissədən biz artıq həmən məhsulu aktivləşdirmiş oluruq. Və seçim edərkən bir şey nəzərə alın ki, sizin seçim etdiyiniz sahə vizual olaraq siz ora yerləşdirəcəyiniz məhsulun qabarit ölçülərini bir vizual olaraq nəzərdə tutun. Həmən qabaritdə bir seçim edirsiniz ki, ora dəqiq yerləşsin və artıq renderi təzədən klik etmiş oluruq. Və artıq indi render hazır olur. Bəli, artıq render hazırdır və siz nəticəni indi görəcəksiniz. Budur. Artıq divan uyğun bir rakursda, uyğun bir perspektiv planda uyğun şəkildə yerləşdirilir. Növbəti mərhələdə biz divarda hər hansı bir dekor yerləşdirmək istəyiriksə, biz bu prosesi də icra edirik. Mən indi sizə bunu da göstərəcəm. Divara yerləşdirmək istədiyimiz bir məhsulu təyin edirik. Və bu məhsulu seçib indi yerləşdirəcək. İndi biz bu məhsulu artıq cihazımızdan seçirik. Hər hansı bir artıq burada təyinatı üzrə biz məhsulumuz obyekt olduğu üçün bizə uyğun olan məhsul növünü seçirik. Divar dekoru olduğuna görə. Bu seçimlər nə üçündür, mən bunu izah edeyim. Artıq bizim bu seçimlər üzrə arxa planda xüsusi tapşırıq formalaşır ki, onu divar dekoru olaraq anlasın və divar dekoru olaraq şəklin üzərində yerləşdirsin. Yerləşdirmək istədiyimiz sahəni seçirik artıq və artıq məhsulumuz seçilir və render düyməsini klik edirik. Hal-hazırda render prosesi gedir. Və budur, render artıq hazırdır və siz nəticəni görürsünüz. Bu qədər dostlar. Sağ olun, salamat qalın.